Yox, sən ibadətindən halını zikr edəsin də. Sadəcə mən soruşam, namaz, ibadət deyil. Namaz ibadətdir. Eyni, namaz Allahlara qurban əmridir. Qurban ibadət deyil. Qurban əmridir, bəli. Dua əmridir. Bəli. İbadətdir. Hər əmr etdiyi şey nədir? İbadətdir. Söhbət gedir ki, yəni bir şeyin Allah Teala əmr edirsə ibadətdir. İbadət olduğu ispat olunandan sonra onu yönətmək başqa yerə artıq nə olur? Hara yönətmək? Allahdan qeyrisinə. Nə cür? Nədir bizə dəxil yoxdur? Allahdan qeyrisinə yönətmək. Konkret deyilən nə cür? İzahat edək. Mən deyirəm, qulaq. Orada izah geçmiş. Allahdan qeyrisinə yönətmək şirk necə deyir? Ola bilər bəzi əməllər olsun ki, kiçik şirk olsun və bəzi əməllər böyük şirk. Amma fakt Allahdan qeyrisinə yönətmək Əzizim, izahatdır burada. Qeyrisinə yönətmək, yəni siz başa düşdünüz mənim mənədir. İbadə, bax, dua, izah verirəm. Dua, dedik nə ibadətdir. Dua ibadətdir. Allah Teala Qur'anda və ilə sələt ibadə anni fə inni qarib. Bunları məndən səni soruşsa, səndən məni soruşsa, mən onlara yaxınam. Vasitə qoşmaz. Deməli, mən onlara yaxınam. Ucibu dəvətə da'i ilə də'an, dua edən duasını qəbul edirəm. Qafir surəsi 60-cı ayədə Allah buyurur: "Və qal rabbukum ud'uni estecib lakum." Rəbbiniz buyurdu ki, mənə dua edin, duanızı qəbul edin. İnnellezîne yestekbirûne an ibadeti seyedkhulûne cehenneme dâkhilin. Və mənə ibadət etmək öz şənlərini sığışdırmayanlar cəhənnəmə zərər olaraq girəcəklər. Burada Allah ayənin əvvəlində dedi ki, dua edin, sonra duanı adlandırdı. Mənə ibadət etməyi, mənə dua etməyi və eyni zamanda ibadət etmək. Yəni Allah Teala duanı adlandırdı, ibadət adlandırdı. Yaxşı, indi dua artıq ibadət olduğu bilindi, hər birimizdə bəlli oldu. İndi isə Allahdan qeyrisini çağırmaq. Demək ki, ya filan kəs mənə evlad ver, ya filan kəs mənə ruzi ver, ya filan kəs, ya baba. Yəni bu tək burada yox. Yəni əhlüsünnəyə mənsub olanlar da var. Mən demirəm tək bir tərəfini. O da problemdir. Demirik ki, onlar düzə deyirlər. Yəni əhlüsünnəyə mənsub olduğu ki, ya baba var, babalar çağırırlar. Yəni ya filan kəs, yəni evlad ver, nə bilim ruzi ver, filan ver. Biz deyirik ki, bu şirkin sağ kəndisidir. Burada başqa yer yoxdur. Daha necə çağırır, necə çağırmır? Çünki Allahın xalis haqqını yönətdi kimə? Başqasına. Çünki burada böyük bir şeylər var. Yəni bizə elə belə gəlməz. Adi mən dua edirəmsə, ya baba çağırıramsa, deməli mən birinci onun eşitdiyini etiqad edirəm. Onun eşitdiyini etiqad edirəm. Deməli biri nə bilir Azərbaycanda, biri başqa rayonda, biri Busarda başqa bir yerlə çağırır, bir yerlə. Deməli eşitdiyini etiqad edirəm, elə deyilmi? Deməli hər yerdə hər şey eşitmək kimin haqqıdır? Kimə aiddir? Allaha aiddir. Allaha aid olan bir şey verir babaya, babanı bərabərləşdirdi, Allahla eyniləşdirdi. Və sonra ikinci, əgər istəyirsə bu adam, biri məsələn Zəqqal da istəyir, biri Nəbli Göyçayda, biri Busarda, biri deyir ki, ya baba, biri Şamaxıda, orada daha çox problemlər. Deyir ki, ya baba, falan şeyi ver və bu adam birinci etiqad edir ki, o adam eşitir. Eşitdiyi etiqadını çağırmaz. Və ikinci etiqad edir ki, onu verməyə qadirdir. Və buna etiqad etməsə, onu çağırmaz. Bir şey verir. Bunlar bilən kimdir? Problem budur. Deyirsən ki, bunu sonra ki, yox, bunu nə bilir, filan qərar verərək çağırmadı, onu filan qərar verərək, nə qərar verərək? Yəni, pis şey deyil, deyil, Allahdan istə bunu birbaşa. Ki, başqa kimdir ki, sən onu alsın, vasitə qoşursan, ya da ondan istəyəsən, ya problem budur. Bunu da deyəndə xoşlarına gəlmir. Yəni, pis söz deyilir, deyəndə pis Allahdan istə birbaşa bunu. Allah da deyir ki, وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ. Qullarım səndən məni sorsalar, mən onlara yaxınam. Çünki Allah vasitə qoşmaz. Demək, mən onlara yaxınam. Başqa məsələləri isə sən heyz barəsində ki, deyir, yəsəlunə ta'alil məhib. Səndən heyz barəsi soruşlar. De, qul huvə ədəm. Qul huvə ədəm. De ki, o əziyyətdir. So, yəsəlunə ta'alil xamri vəl meysi səndən. İçki və kumar barəsi soruşlar. Qul, de gəlir. Fiyhi məlikmun kəbir və mənəfəlindən. Onlar üçün günah var. Hamısında de, yəsəlunə ta'alil əhillə. Səndən hilal barəsində soruşurlar. De. Amma duaya gələndə nədir? وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي. Deməli, qul fə-inni qarib. Fə-inni qarib. Yəni, Allah da yaxındır. Ehtiyac yoxdur. Hər bir səsi gizli və böyük səsi eşitir. Yəni, problem budur problem. Yəni, demək istədim odur ki, bu problem əhl-i mənsub olanlarda var və şiyə mənsub olanlarda var, daha da çoxdur. Yəni, biz əgər dərk ediriksə, dediği kimi, la ilahe illallah və elmi sayılırsa, birinci bunu çatdırmalıdır. Əgər çatdırmırsa, artıq boynunda əmanət var. Və qiyamət günü sorulacaqlar, ya sən məni çatdırdı, filan belə getdi, Ali Rəzəma belə getdi, o Muaviyə belə gəldi, onlar barəsində sorulmayacaq. Bizə sorulacaq sən nə ötü göndərmişdin? İbadətdən ötürü. Əsas yaradılış qayəti budur.
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ لِيُوَحِّدُونَ Yəni Allah'a təkləşdirmək üçün. Yaxşı, bu ibadət, konkret Allah'a ibadət etməyin yolu başa salınmayandan sonra. Nasıl olur?